Eyni firma, eyni qutu, eyni tərkib, amma qiymətləri arasında dağlar qədər fərq var. İstanbulda 20 manata satılan dərman Bakı apteklərində niyə 50 manata təklif olunur? Cibimizi yandıran bu fərqin arxasında hansı gizli əllər dayanıb? Ölkənin əczaçılıq bazarındakı inhisarçılıq iddiaları və qiymət oyunlarının pərdə arxası nədir? Bu mənzərə hər kəsə tanışdı. Xariciyə gedən qohum-qonşuya ilk sifarişimiz əksər hallarda dərman olur. Səbəb isə sadədir: cib yandıran qiymətlər. İstanbulda cəmi 20 manata satılan preparat Bakı apteklərində niyə birdən-birə 50 manata qalxır? Axı eyni firmanın, eyni zavodun məhsuludur. Ekspertlər bunun iqtisadi tərəflərini fərqli məzənnə və kiçik bazar faktoru ilə izah etsələr də, pərdə arxasında tam fərqli iddialar var. Sosial şəbəkələrdə və cəmiyyətdən çox səslənən ittiham budur: Azərbaycanın dərman bazarında ciddi monopoliya hökm sürür. İddialara görə ölkəyə dərman idxalını bəzi yüksək rütbəli məmurlar və onlarla bağlı şirkətlər tam nəzarətdə saxlayır. Bazar bir neçə böyük holdingin əlində cəmləşdiyi üçün rəqabət yoxdur. Rəqabətin olmadığı yerdə isə qiyməti istədikləri kimi diktə edirlər. Siravi iş adamlarına bu bazara girməyə imkan verilmir. Kiçik sahibkarlar xaricdən daha ucuz dərman gətirmək istədikdə süni gömrük əngəlləri, qeydiyyat problemləri və bürokratik maneələrlə üzləşirlər. Nəticədə daxili bazarda alternativ qalmır. Zavoddan ucuz qiymətə çıxan dərman məmur nəzarətindəki monopoliyanın və çoxpilləli distributor şəbəkəsinin əlindən keçərək aptek rəflərinə astronomik qiymətlərə gəlib çatır. Olan isə hər zamanki kimi xəstə canı ilə tək qalan vətəndaşın cibinə olur. İstanbulda olduğumu bilən tanışlardan biri məndən şəkər dərmanı almağımı xahiş etdi. Dedi ki, Bakıda bahadır, 50 manat, gücüm çatmır. Təbii ki, aptekə gəldim və Bakıda təqribən 50 manata satılan dərmanı İstanbulda 563 Türk lirəsinə, yəni 20 manata aldım. Qısacası gördüyünüz bu bir kutu dərmanı məyaz üçün 30 manat fərqlə aldım. Əlbəttə, kasıb bir şəkər xəstəsi üçün 30 manat böyük fərqli, eyni firma, eyni məhsul, amma qiymət bu qədər fərqli. Sizcə bunun səbəbi nədədir?